Salam dəyərli izləyicilər, bugünkü dərsimizdə alqoritm və alqoritmin xassələri haqqında danışacağıq. İlk öncə deyək ki, hər hansı məsələnin maşın dilinə gətirilməsi və maşın tərəfindən həlli aşağıdakı ardıcıllıqla icra olunur. Belə deyək ki, məsələnin kompüterdə həlli 6 hissəyə bölünür. Birincisi, məsələnin qoyuluşu, ikincisi, məsələnin riyazi təsviri, analizi və tədqiqi, üçüncü, həll alqoritminin yaradılması, dördüncü, alqoritmin hər hansı proqramlaşdırma dilində tərtibi, beşinci, proqramın testləşdirilməsi və sazlanması, altıncısı isə nəticələrin analizidir. Gəlin, bunların hər birinin ayrı-ayrılıqda mənasını verək. Deməli, birincisi, məsələnin qoyuluşudur. Bu nədir? Verilənlər və onlar arasında əlaqə, verilənlərin tipi və s. bura aid olur. Məsələnin düzgün qoyulması vacib şərtdir. İkincisi isə məsələnin riyazi təsviri, analizi və tədqiqidir. Bu nədir bəs? Yəni, həllin riyazi düsturlar və ya tənliklər şəklində yazılmasıdır. Üçüncüsü isə həll alqoritminin yaradılmasıdır. Bu nədir? Məsələnin həlli üçün sonlu sayda əməliyyatlar ardıcıllığının müəyyən olunmasıdır. Bu mərhələni iki yerə ayırmaq olar. Birincisi, məsələnin hansı üsulla həll olunacağının seçilməsi, ikincisi isə həll üçün vacib olan əməliyyatlar sisteminin müəyyən olunmasıdır. Dördüncüsü nədir bəs? Alqoritmin hər hansı proqramlaşdırma dilində tərtibidir. Bu nədir? Məsələnin həlli ardıcıllığının və həllin riyazi modelinin proqramlaşdırma dilində yazılmasıdır. Beşinci nədir bəs? Proqramın testləşdirilməsi və sazlanması. Yəni ki, proqramda ola biləcək hər hansı səhvlərin aşkarlanması və onların aradan qaldırılmasıdır. Ən sonda isə nəticələrin analizi və ya onların tədqiqidir. Yəni ki, alınan nəticələrin məsələnin şərtinə nə dərəcədə uyğun olduğu mütəxəssis tərəfindən yoxlanılır. Daha sonra isə keçək alqoritm sözünün mənasına. İlk öncə deyək ki, alqoritm sözü Şərqin məşhur riyaziyyatçısı Məhəmməd İbn Musa Əl-Xarəzminin adı ilə bağlıdır. Alim 9-cu əsrdə onluq ədədlər üzərində 4 əsas əməlin qaydalarını təyin etmişdir və bu qaydalar alqoritm adlanırdı. Elə adi həyatımızda da hər hansı işin icrası üçün müəyyən ardıcıllıqla bir çox sonlu sayda addımları atmalı oluruq. Məsələn, universitetə getmək üçün səhər qalxmalı, hazırlaşmalı, evdən çıxmalı və müəyyən nəqliyyatdan istifadə etməklə dərsə getməliyik. Bu da alqoritmin ən sadə misaldır. Alqoritm nədir bəs? Alqoritm hər hansı məsələni həll etmək üçün yerinə yetirilən sonlu sayda əməliyyatlar ardıcıllığıdır. Alqoritmin icrası zamanı yerinə yetirilən əməliyyatlar ardıcıllığına alqoritmik proses, hər bir əməliyyata isə alqoritmin addımı deyilir. Daha sonra alqoritmin xassələri var. 4 xassəsi var ki, birincisi diskretlik, ikincisi müəyyənlik, üçüncüsü kütləvilik, dördüncüsü isə nəticəlilik adlanır. İlk öncə deyək ki, diskretlik nədir? Bir əməliyyat, yəni bir addım yerinə yetirildikdən sonra digər əməliyyata keçilməlidir. Yəni bütün əməliyyatlar bir-birindən tam ayrılmalı və bir əməliyyat sona çatdıqdan sonra, nəticə alındıqdan sonra növbəti əməliyyat icra olunmalıdır. Başqa sözlə desək, hər bir alqoritm ayrı-ayrı mərhələlərə bölünməlidir. Daha sonra deyək ki, müəyyənlik xassəsi nədir? Alqoritmin hər bir əməliyyatı, yəni addımı dəqiq və aydın olmalıdır. Yəni ki, nəticə alınmalıdır. İxtiyarı verilənlər üçün əməliyyatın nəticəsi olmalıdır. Hər bir addımın məzmunu və yerinə yetirilmə ardıcıllığı müəyyən olmalıdır. Daha sonra kütləvilik nədir? Kütləvilik, yəni alqoritmin hər hansı konkret bir məsələnin həlli üçün deyil, müəyyən qrup məsələlərin həlli üçün tərtib olunmalıdır və alqoritm elə təsvir olunmalıdır ki, hamı tərəfindən başa düşülsün. Ən sonda isə nəticəlilik xassəsi nədir? Nəticəlilik, yəni bəzən də sonluluq deyirlər. Alqoritm sonlu sayda əməliyyatlardan ibarət olmalıdır və bu əməliyyatların sonunda nəticə alınmalıdır. Daha sonra keçək alqoritmin təsvir üsullarına. Alqoritmin 4 təsvir üsulu var. Yəni, birincisi təbii danışıq dilində, sözlə, ikincisi sxemlər şəklində, bəzən də blok sxemlə və ya qrafiki simvollarla da işarə olunur. Üçüncüsü
algoritmik dildə, yəni bəzən də deyirlər ki, proqramlaşdırma dilində, dördüncüsü isə psevdokodlarla yəni istifadə olunur. 4 dənə təsvir üsulunun adını dedik. Gəlin bunların hər birinin izahını verək. Algoritmin təbii danışıq dilində təsviri görüləcək işlərin müəyyən ardıcıllıq şəklində sözlə və yaxud da nitqlə ifadəsi deməkdir. Algoritmin blok sxemlərlə verilməsi zamanı isə müxtəlif həndəsi fiqurlardan istifadə olunur. Yəni elə sxemlər şəklində deyəndə blok sxemlərlə və yaxud da müxtəlif həndəsi fiqurlardan istifadə edirik. Hər addım müəyyən həndəsi fiqurla ifadə olunur və növbəti addımına keçid isə istiqamətli oxla göstərilir. Daha sonra isə algoritmin digər bir təsvir forması da vardır ki, bu da psevdokodlardır. Bu isə təbii danışıq dilinə yaxın olan bu təsvir üsulundan da geniş istifadə olunur. Psevdokodlara misal kimi orta məktəbdə riyazi məsələlərin verilir, tapmalı, həlli şəklində mərhələlərə ayrılaraq hesablamasını göstərmək olar. Hər bir algoritm 2 hissədən təşkil olunur. Birincisi algoritmin başlığı, ikincisi isə algoritmin gövdəsi. Daha sonra isə ən sonda belə bir şey deyək ki, biz hər hansısa bir testi həll edərkən, hər hansısa bir məsələni həll edərkən belə işarələrdən istifadə olunur. Deməli, ilk öncə bu dairə nədir? Bunun adı başlanğıc və ya son bloku deməkdir. Yəni, hardasa algoritmə aid olan testləri işləyərkən belə bir işarə verilir, deməli, belə bir fiqur verilir ki, bunun da adı başlanğıc və ya son bloku adlanır. Daha sonra bu düzbucaqlı isə hesablama və ya proses bloku adlanır. Yəni, hesablamaları bu düzbucaqlının içində həll edirik. Daha sonra bu işarə nədir? Yəni, bu fiqur nədir? Bunun adı isə daxil etmə və ya giriş bloku adlanır. Daha sonra bu fiqurun adı çıxış və bəzən isə çap bloku da deyirlər. Daha sonra bu fiqur nədir? Bunun adı isə məntiqi blok adlanır. Sonra bu nədir bəs? Bunu da görəndə, yəni bu fiqurun adı dövr bloku adlanır. Daha sonra ən sonda bu fiqur nədir bəs? Buna da alt proqram və ya alt algoritm bloku deyirlər. Yəni birincisində bu başlanğıc və ya son bloku deyirlər. Yəni hər hansısa bir məsələnin başlanğıcı olmalıdır və ya sonu olmalıdır. İkincisi, yəni bu hesablama və ya proses, yəni əməliyyat bloku adlanır. Bu düzbucaqlı. Daha sonra üçüncüsü daxil etmə giriş bloku idi. Yəni ki, bu nə deməkdir? Verilənləri daxil etmək üçün istifadə olunur. Bu isə nədir? Bu da çıxış bloku. Yəni nəticənin çap olunması üçün çap bloku adlanır. Daha sonra bu fiquru dedik ki, məntiqi blokdur. Yəni şərtdən asılı olaraq hesablamanın istiqamətini növbəti addımın müəyyən eləyir. Daha sonra dövr bloku nədir? Buna da bəzən modifikasiya bloku, yəni təkrarlanan əməliyyatları göstərir. Ən sonda isə bu fiquru dedik ki, alt proqram və ya alt algoritm blokudur. Yəni hesablamanın alt proqramda və ya standart proqramda aparılması deməkdir. Bugünkü izahlarımız bura qədər. Sağ olun, sağlıqla qalın.